Salam, hörmətli kanal izləyicilərimiz, bu günəməsi Masazır qəsəbəsində bax belə bir gözəl bir şəxsi tikili 16 sotun içində tikintisi olan evimizlə mənə tanış edirəm. Evet, yan sayısı bu formadadır. Evimizin birinci növbədə ikinci mərtəbəsindən mənə tanış edirəm. Evimiz torpaq qiymətindən satılır. Heç bir tikinti sayılmır, hörmətli kanal izləyicilərimiz. Burada torpağın sotu yəni 15 mindən yuxarıdır. Yeni Bakı ərazisində yerləşir evimiz və torpağımız. Görsədim, Yeni Bakının binalarıdır və yeni tikilən məktəb bax burada yerləşir. Burada apartmanda var, hörmətli kanal izləyicilərimiz. Formada gözəl bir fasad görünüşü var, tamam fərqli bir dizayndadır. Bir daha xatırlam, evimiz başda 16 sotdur. Torpaq qiymətindən də aşağı satılır. Heç bu tikintinin sayılmır. Evimiz tikintisi də ki, yəni 1-2 mərtəbə hündürlüklə 4 metrdir və ondan da savayı layihəsində, icazəsində, kupçasında üstünün 4 metrlik mansarda icazəsi var, hörmətli kanal izləyicilərimiz. 15 sot torpaqdır, bax belə bir həyət yan sahəsi var. Bax burada yay mətbəxidir, bax burada tikilib, bisetkası bax burada tikilib. Və hər verən ağaclarına kimi var. Düzünüz baxımsız olduğuna görə elə ağaclar var ki, quruyub, elə ağaclar var ki, hələ ki yaşıldır. Bax bu formadadır. Burada yəni bir də xatırladım, əlavə tikintisi var burada. Yay mətbəxidir, bisetkasıdır, manqanisi bax burada nəzərdə tutulmuşdur. Hasarları hamısı 3 daşla tikilib. Evimiz kalon, fundamentlə birbaşa kalon manatla tikilib. Evimizin giriş qapısı bax bu formadadır. Fərqli bir dizayndadır. Qiymət 188 min manata belə bir gözəl bir evimiz satılır. Təcil olaraq pul lazım olduğuna görə. Bax buradan giriş səsidir. Mətbəxindən birbaşa həyətinə, terasına çıxışı var. Belə geniş bir qonaq otağı görürük. Manat betondur, kalonlardır. Birbaşa fundamentdən kalonlar çıxır. Buraya isə bir daha evimizin qarşı tərəfi terasıdır. Onu göstərdim sizə. Evimizin hər tərəfdən məsafə saxlanılıb. Geniş belə bir gözəl bir qonaq otağıdır. Burada sağ tərəfdə isə evimizin mətbəxi nəzər tutulub. Və oradan da yəni birbaşa qapı üçün nəzər tutulmuş yer var ki, birbaşa terasına çıxsın və yaxud da sağ tərəfdən də çıxışı qoya bilərsiniz. Burada bir yataq otağımız burada nəzər tutulub. Və gördüyünüz kimi kalon ligerlərlə tikilib. Bina tikənlər üçün, apartman tikənlər üçün də çox əlverişli variantdır. Niyə görə? Yəni sonradan restavrasiya edib bina edə bilərsiniz. Aslında çox əlverişli variantdır. Elə bir torpaq hamısı içində tikinti hamısı, amma torpaq qiymətindən də aşağı. İkinci mərtəbəsidir. Bax buradan yer açılıb ki, 3-cü mərtəbəyə mansard, layihədə mansard nəzər tutulub. Ümumiyyətlə təmiz kupçada 400 kvadrata yaxındır. Armaturlarını görürsünüz, hamısı 14-16 armaturlardır. Betonun qalınlığı maşallah bax buradan da görsənir, görə bilərsiniz. Burada sol tərəfdə sanitar qoşağıdır. Burada bir yataq otağımız burada nəzərdə tutulub. Buradan da bir daha məktəbi görə bilərsiniz. Yeni aslında məktəbi görürsünüz, Yeni Bakıda. Çox yaxındır, Yeni Bakının binalarıdır. Betonumuzun qalınlığına baxa bilərsiniz. Demək olar ki, 25-30 santıdır. Heç binalarda mümkün də bu boyda manat beton verilmir. Amma bu evimizdə manat beton kalonlar birbaşa fundamentdən qalxır. Bax, görə bilərsiniz hamısını. Burada bir yataq otağıdır. Burada nəzərdə tutulub və bura bir yataq otağına sanitar qoşağı üçün nəzərdə tutulub. Qardirob yeridir. Hörmətli kanal izləyicim, qardirob yeridir bura. Və burada, onu da xatırladım. Bu yataq otağından, yəni də bax, burada əlavə olaraq sıxıntısı var ki, bu da balkon üçün nəzərdə tutulub. Yataq otağının birbaşa balkona çıxışıdır. Burada yenə də bir yataq otağımız bax burada mövcuddur. Burada sanitar qoşası nəzərdə tutulub və bir yataq otağımız bax buradadır. Tamam fərqli bir dizayndadır. Yaxınlığında gördüyümüz sağında sonunda yaşayış evləri mövcuddur, hörmətli kanal izləyicilərimiz. İnşallah ev olmayan insanlar Allah Teala belə gözələ bir qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni saçlar çıxan evlərin birinci növbədə siz tanış ola bilərsiniz. Bir daha xatırladım. Layihədə kupçasında 3-cü mərtəbəsi də var. Bina tikənlər üçün çox əlverişli variantdır. Torpaq qiymətindən də aşağı bu evimiz təcil olaraq satılır. Bax, buradan da mən sizə bir daha görsədim. Bax, belə bir geniş bir evimizin qonaq otağı var. Həddən artıq çox genişdir.